Günün ikinci yarısından sonra həvəsə gəlib bir vlog çəkmək istədim. Mənim əziz, dəyərli tələbələrim məni ziyarətə gəliblər. Özləri kimi çox gözəl, çox incə güllərlə mənim günümü gözəlləşdirdilər. Çox təşəkkür edirəm bir daha diqqətiniz üçün. Müəllimlik sadəcə dərs keçmək deyil, xatirələrdə qalmaqdır. Bizim dərslərimiz bitsə də bağlarımız daimidir. Və tələbələrimin məni xatırlaması mənim üçün ən böyük mükafatlardandır. Daha sonra isə növbəti dərslərim başladı. Burada mənim digər gözəl qızlarım bu hibrid dərsi idi. Yeni mövzumuzu keçdik, readinglərimizi etdik, topiklərimizi danışdıq və yenə çayımızı içdik. Çünki bugün hava çox soyuq idi. Dərslərim öz axarında davam etdi və mənim balaca gözəllərim, onlar mənim smart cookie'lərimdir. İngilis dili öyrənməyin ən gözəl üsullarından biri də dinləməkdir və biz hər zaman dinləyərək öyrənməyi seçirik. Azərbaycanlı olaraq hava şəraitini də nəzərə alaraq Sabina sürpriz edib və mənə xəngəl gətirmişdi. Sabinamın diqqəti, incəliyi və onun pozitiv enerjisi hər zaman mənim günümü gözəlləşdirir və günüm onunla yekunlaşdı. Havaların necə soyuq keçməsindən asılı olmayaraq, əsas odur qəlblərimiz hər zaman isti qalsın və gününüz hər zaman gözəl keçsin. Bu da mənim kiçik bir vloqum. Ümid edirəm ki, sizlər tərəfindən də bəyənilir.